26 Aprel 2025-ci il, elhamdülillah, bax bu bizim Hz. Peyğəmbər əleyhissalamın hərəmi, bu da bizim otelimiz və avtobusumuz. İnşallah buradan üzü vətənə yola düşərik. Allah hər bizə nəsib eləsin, Allah hər bizə qismət eləsin inşallah. 50 metr məsafəsi yoxdur. Allah gələn səfəri sizlərdən bir yerdə bizlərə nəsib eləsin inşallah. Əslində bağlı olmağına düz deyirlər. Bağlı bu görürsünüz təmir gedir. Əsl bura sadəcə olaraq o tərəfdə istəyirdim ki, dayanaq, həm kölgə olsun. Hər bir halda qismət evi yoxdur. Hər bir halda bu məscid iki qibləli məsciddir. Uşağı tut günə. Məscid iki qibləli məsciddir. Diqqətiniz məndə olsun. İki qibləli məscid niyə iki qibləli məscid alınır? Məscid-i Qibləteyn. Məscid-i Qibləteyn Hz. Peyğəmbərin Məkkədən Mədiniyə hicrət eləyəndən sonra, yəni Məkkədən Mədiniyə hicrət eləyənə qədər bizim qibləmiz, yəni müsəlmanların qibləsi Qüds şəhəri olub. Barmağı göt qabağıma. Bizim qibləgahımız, yəni müsəlmanların qibləgahı Qüds şəhəri olub. Məscid-ül Əqsa. Ondan sonra Hz. Peyğəmbər Məkkədən Mədiniyə hicrət eləyəndən sonra bir neçə müddət sonra zöhr namazı bax bu yerdə deyirlər ki, bəziləri rəvayətə görə bir xanımın xurma bağı idi, xurmalığı idi. Peyğəmbər Aleyhisselam bir neçə nəfərdən burada yığışmışdı. Zöhr namazı qıldığı halda ikinci rükətdə Quran-ı Kərimdən ayə nazil olur. Ayə nazil olur ki, ya Resulallah, üzümü döndər Məscid-ül Hərama tərəf. Yəni, əvvəl qiblə belə idisə namaz halında Həzrət Peyğəmbər döndü, üzüm Məscid-ül Həram, yəni Kəbə evi istiqamətlə. Həmən ona görə də bu yerdə bir məscid uzalandırdılar. Düz, indi restavrasiya olunur filan. Amma əslində bina-i qədimdən, yəni əvvəldən burada məscid olub və həmçinin də qiblənin də dəyişməsi üçün adı olub ki, Məscid-i Qibləteyn, iki qibləli məscid. İki qibləli məscid dünya səviyyəsində ikinci məsciddir ki, məscid olaraq inşa edilir. Allah bu məscidin savabından bizlərə ayrı salmasın inşallah. Allah Peyğəmbər və Peyğəmbər hörmətinə bizləri bu yerdən, bu obadan, Peyğəmbərdən və Əhl-i Beytinə ayrı salmasın. Salavat zikirlər. Allahümmə səllə ala Muhammed.